Azərbaycan nağılları. Biri var idi, biri yox idi, bir kasıb, bir də bir dövlətli var idi. Kasıb ağıllı, dövlətli də ağıldan məhrum idi. Günlərin bir günü ağılsız dövlətli ağıllı kasıbla mübahisə elədi. Dövlətli dedi ki, varı olan, sərvət olan bütün bəlalərdən canını qurtarar. Amma kasıb cavab verdi ki, ağlın olmasa dövlətlə, qızılına, puluna heç nə edə bilməsən. Dövlətli dedi, düz demirsən, qızıl adamı, pul adamı hər cürə bəladən qurtarar. Kasıb bununla razılaşmadı. Ağıl olmayan yerdə qızılın da dəyəri yoxdur. Ağıl isə qızılsız insana da köməkli edər. Dövlətli qəzəbləndi. Yalandır. Bu ola bilməz. Mərc gəlirəm. Əgər sənin ağlın mənim dövlətimdən güclü çıxsa, sənə 1000 qızıl verərəm. Yox, əgər mənim qızılım sənin ağlından qüdrətli olsa, onda həmişəlik mənim nökərim olacaqsan. Razısan? Kasıb cavab verdi, bəli, razıyam. Elə isə gedək şahımızın yanına. Onlar şahlarının yanına gəlib mübahisələrini ona söylədilər. Hökmdarlarının nə deyəcəyini gözlədilər. Şah da o dövlətli kimi ağılsız idi. O ağzı möhürlü bir məktub verib dedi, aparın bu məktubu qonşu şaha verin. Elə ki qayıtdınız, hansızın haqlı olduğunu deyəcəyim. Dövlətli məktubu alıb kasıbla bərabər qonşu şahın huzuruna gəldilər, məktubu şaha verdilər. Şah məktubu açaraq ucadan oxudu. Qardaşım, mənə yaxşılıq etmək istəyirsənsə, bu adamları öldür. Dövlətli məktubda yazılanları eşidib şahın ayağına düşdü. Mənə rəhm elə hökmdar, qızıllarım hamısı səninki, ancaq məni öldürtmə. Şah gülümsəyərək dedi, mənim öz qızılım özümə çatar. Ay keşikçilər, bunların keşini çəkin. Bir saatdan sonra cəllad bu avaraların boynunu vuracaq. Keşikçilər dövlətli ilə kasıbı araya aldılar. Bir saat keçmədi ki, cəllad, onun ardınca da əyanlar və şah gəldilər. Cəllad qılıncı əl aparanda kasıb ucadan gülməyə başladı. Şah kasıbdan soruşdu, niyə gülürsən? Məgər bilmirsən ki, bir dəqiqədən sonra öləcəksən? Mənə qulaq as şah. 5 gün bundan qabaq bizim şahın sarayına bir müdrik, ağıllı adam gəldi. O bizi görüb şaha dedi ki, bu adamlardan yaxanı qurtar, ancaq bir şeyi yadında saxla. Əgər sən onları öldürsən, ölkədə fəlakət baş verəcək. Elə et ki, bu işi başqa bir hökmdar görsün, o zaman bütün bədbəxtliklər onun başına gələr. Şah bu sözləri eşidib qəzəbləndi. Deməli, sizin şah mənim dövlətimi dağıtmaq istəyir. Geri qayıdıb o hiləgər şahınıza deyin ki, 3 gündən sonra mənim döyüşçülərim onun çöllərini tapdaq altına qoyacaqlar. Özünü də kotuna qoşdurub və yer şumlandıracaqlar. Kasıbla dövlətli şaha baş əyib dalı çəkildilər. Yolda kasıb dedi, indi gördünmü ki, ağıl qızıldan güclüdür. Əgər mən olmasaydım, başsız qalmışdım. Dövlətli cavab verdi, hələ sən deyən deyil. Onlar şahlarının yanına gəldilər. Kasıb dedi, qonşu şah sənə müharibə elan etdi. 3 gündən sonra torpağını tapdaqlar altında qoyacaqlar. Şah təşvişə düşdü, soruşdu, qonşu şah mənə niyə qəzəbləndi? Dövlətli irəli keçib dedi, buna kasıb təqsirkardır.
bütün işləri o dolaşdırdı. Şah taxtdan düşüb çığırdı. Cəllad, bunların boynunu vur, bunlar mənim torpağıma yad qoşunlarını qaldırmışlar. Cəllad qılıncı göydə fırladarkən kasıb qaqqa çəkib gülməyə başladı. Cəllad əl saxladı. Şah təəccüblə kasıbdan soruşdu, niyə gülürsən? Kasıb dedi, sənin məni öldürtmək istəyinə görə gülürəm. Onu bilirsən ki, mən tək başına düşmənin qoşunlarını geri qaytara bilərəm? Şah dedi, sənin sözünün doğruluğunu yoxlaram. Onu bil, əgər düşmənlər geri qaytarmasan, səni diri-diri tonqalda yandıracağam. Kasıb dedi, düşmən torpağımıza ayaq basa bilməz, mənə bir at verin. Ona bir at verin, deyə şah əmr etdi. Kasıb ata minib düşmən qoşunlarına tərəf çapdı. O, sərhəddə yad elli qoşunlarla rastlaşdı. Kasıb gəlib lap şahın qabağında dayanaraq dedi, əvvəl məni öldür, sonra torpağımızın əkinlərini tapdatdır. Qonşu şah kasıbı tanıdı. Əgər mən onu öldürsəm, ölkəmdə müdrik adamın söylədikləri bədbəxtliklər baş verər deyə düşündü. Odur ki, əl saxladı. Yox, qoy səni öz şahın öldürsün deyərək qoşunlarını geri döndərib getdi. Kasıb geri qayıdıb şaha dedi, mən öz sözümü yerinə yetirdim, qoy indi dövlətli mərcinə əməl etsin. Dövlətli 1000 qızılı verməyə məcbur oldu. Kasıb bir kisə qızılı götürüb ayrılanda dedi, yadında saxla ki, ağılsıza qızıl da kömək etməz. Ağıllı isə istədiyi vaxt dövlət qazana bilər. Sağ olun, əziz dostlar.